Çox hörmətli hökumət üzvləri, komitə sədrləri, Milli Məclisin millət vəkilləri, hökumət qurumlarının müvafiq nümayəndələri, mətbuat, hörmətli xanımlar və cənablar, mən sizi bugün növbəti dəfə Milli Məclisin büdcə iclaslarının birində salamlayıram və inanıram ki, bugünkü müzakirələrimiz də çox faydalı və səmərəli keçəcəkdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bugün Milli Məclisin 5 komitəsinin insan hüquqları, regional məsələlər, hüquq siyasəti və dövlət quruculuğu, eləcə də beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komitələrinin birgə iclasıdır. Və artıq bilirsiniz ki, 3-cü gündür biz 2017-ci ilin büdcə layihəsini fəal şəkildə müzakirə edirik. Təqdimatlar bu günlər ərzində dinlənilib, millət vəkillərinin fikirləri, mövqeləri, təklifləri eşidilməkdədir. Mətbuat da fəal şəkildə bunu müzakirə edir və hər birinə də öz prizmasından müəyyən şərhlər verir. Hesab edirəm ki, bugün də istisna olmayacaq. Biz də bugün ilk olaraq, əlbəttə düşünürəm ki, hökumət nümayəndələrinin təqdimatlarını dinləməliyik. Əgər biz bugünkü iclasımız reglamentini müəyyən etsək, bundan başlamalıyıq. İkinci də hesab edirəm ki, komitə sədrlərinin ikinci olaraq fikirlərini dinləyək, mövqelərini dinləyək və daha sonra geniş müzakirələrə keçərik. Vaxt baxımından hesab edirəm optimal olmaq üçün, hər kəsə danışmaq imkanı yaratmaq üçün 5 dəqiqəni keçməmək şərti ilə biz çıxışlarımızı edək və fikirlərimizi ifadə edək. Hesab edirəm ki, ciddi şəkildə təhlil verməyə, hansısa bir təsvirə daha çox yer ayırmağa ehtiyac yoxdur. Çalışaq konkret fikirlərimizi və mövqelərimizi ifadə edək. Əlbəttə, mən əgər ilk olaraq bir neçə cümlə ilə söyləmək istəsəm ki, 2017-ci ilin büdcəsi barədə nə düşünürəm, vurğulamalıyam ki, 2017-ci ilin büdcəsi mövcud qlobal və ölkə daxili reallıqları nəzərə alaraq, ilk növbədə müvafiq dövlət qurumlarının verdiyi optimal proqnozlara istinad edərək, eləcə də ölkəmizin qarşısında növbəti ildə və ondan sonraki illərdə dayanan strateji inkişaf hədəflərini əsasında hazırlanmışdır. Məqsədi də bu büdcənin əlbəttə bir mənalı olaraq ölkədəki mövcud makroiqtisadi, ümumiyyətlə iqtisadi sabitliyi qoruyub saxlamaq, o cümlədən iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafını təmin edən siyasət yeritmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək, milli təhlükəsizliyimizi və onun bütün aspektlərini hərtərəfli şəkildə inkişafını təmin etmək, o cümlədən sosial-mədəni sahəni diqqətdə saxlamaq, vətəndaşların həyat şəraitinin, rifahının yüksəlməsi işini diqqətdə saxlamaq. Bunun üçün hesab edirəm ki, Azərbaycan hökuməti mövcud imkanları, mövcud reallıqları tam şəkildə nəzərə alaraq bizim haqqında artıq kifayət qədər məlumatlı olduğumuz 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim ediblər. Vurğulamalıyam ki, müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər. Ən əsası mövcud vəziyyəti, valyutaların məzənnəsini və dünyada gedən prosesləri nəzərə almağı bacarıblar və o cümlədən biz artıq əvvəllərdə çox adət etmədiyimiz, bizi qarşıda gözləyən bəzi risklər barədə ictimaiyyəti, cəmiyyəti, dövlət qurumlarını, millət vəkillərini məlumatlandırıblar və bəzi risklərin də bizi gözlədiyi barədə proqnozlar veriblər. Ona görə də hesab edirəm ki, biz öz həyatımızı gələn il bu büdcə əsasında qurmağı bacarmaqla yanaşı, bugün o büdcənin formalaşması haqqında fikirlərimizi də məhz bu amilləri nəzərə alaraq ifadə etməliyik. Havadan götürülmüş iddiaları, istək və arzuları burada səsləndirməklə bir qrup insanların fikrinə, marağına, mövqeyinə uyğun fikirlər səsləndirməkdən uzaq olmalıyıq və faydalı, səmərəli bir müzakirə təşkil etməliyik. Mən hesab edirəm ki, ilk olaraq Samir müəllimi, Maliyyə Naziri Samir Şərifovu dinləməliyik. Ona görə də Samir müəllim ilk olaraq sözü sizə verirəm. Buyurun.